Tarixdəki nitqlər rubrikası ilə qarşınızdayıq. Bugünkü mövzumuz Viktor işarəsi. Bilirsiniz ki, cənab İlham Əliyev 2-ci Qarabağ müharibəsindəki zəfərdən sonra Viktor işarəsindən istifadə elədi. Bəs Viktor işarəsinin tarixi haradan gəlir? Gəlin bundan danışaq. İngilis-Fransız müharibəsi, 100 illik müharibə. Bu dövrdə ilk anlarda, müharibənin ilk vaxtlarında İngilislər fransızlara məğlub olurdu. Fransızlar İngilislərə qalib gəldikdən sonra onların şəhadət və orta barmaqlarını kəsirdilər. Niyə kəsirdilər? Ona görə ki, bu barmaqlar vasitəsilə İngilislər sərras ox atırdılar. Maraqlısı budur ki, İngilislər müharibənin gedişində qalib gəldikləri andan etibarən iki barmaqlarını göstərirdilər. Şəhadət və orta barmaq. Əsrlər keçir. İkinci Dünya müharibəsi dövründə Churchill yenidən bu barmaqlardan istifadə edir. 1941-ci ildə radioda danışarkən o Victory ifadəsindən istifadə edir. Sonradan Churchillin müxtəlif yerlərdə mətbuat orqanlarında Victory işarəsi ilə şəkilləri yayılır. Maraqlısı budur ki, Churchill ilk dövrlərdə bunu belə eləyirdi və ingilislərdə, Yeni Zelandiyada təhqir kimi qəbul olunan bu işarə xalq tərəfindən yaxşı qəbul edilmir və sonradan işarə insanlara tərəf göstərilir və qələbə rəmzi olur. İkinci Dünya müharibəsi boyunca insanları qələbəyə ruhlandıran ən önəmli işarələrdən biri idi Viktor işarəsi və hər kəs qəzetlərdə bu işarənin olduğu şəkilləri tirajlayırdı. Və il 2020. Dəmir yumruq Qarabağı azad edir. Qarabağı azad etdikdən sonra bir işarə göstərir. O işarəni göstərənə qədər çox gözəl bir çıxışla yadda qalır. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.